Boyun osteoxondrozdan əziyyət çəkən insanlar, hansı insanlarda ki, əllərdə, qollarda keymə olur, çiyində boyunda ağrılar, baş ağrıları, qulaqda səs-küy problemi, gözlərinin önünün qaralması, baş gicəllənmə sıçmalar var. Bunların yaranma səbəbi boyun osteoxondrozdur. El arasında buna duzlaşma da deyirlər. Burada boyun fəqrələri arasında qığırdaq eğilməsi var. Həmin hissədə damarlar və sinirlər sıxılır, beyin qan dövrü pozulur. Bəs nə edək ki, bu problemlərə körlü şəkildə son deyək? Bunun çarəsi hər hansı bir ağrı kəsicilərdə deyil. Bunun çarəsi hər hansı bir dərmanlarda deyil və yaxud da ki, xarici müdaxilələr də deyil. Ağrı kəsicilərlə sən ağrıları dondurursan. Xarici müdaxilələr 3 aylıq, 5 aylıq köməklik göstərir. Bu problemə ciddi yanaşsaq, araşdırsaq görərik ki, səbəbi aradan qaldırmaq üçün orqanizm təmizlənməsi, duzlaşma bədəndən xaric olması, yeyilmiş qığırdağın bərpası lazımdır. Bunun üçün mən sizlərə dərman vasitəsi deməyəcəm. Şərt təbabətini 3 məhsul deyəcəm. Tibet çayıdır istifadə edəcəksiniz. İyonlaşmış kalsium, bir də lestinli beyin kalsiumu. Tibet çayı sənin orqanizmi təmizləyəcək, iyonlaşmış kalsium yeyilmiş qığırdağı bərpa edəcək, lestinli kalsium isə beyin qan dövrünü bərpa edəcək. 3 məhsuldan istifadə edək, problemlərə